Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Şəmkir rayonunda orta məktəblərdən birinin idman müəlliminin döyülməsi barədə sosial şəbəkələrdə video yayılıb. Azyaşlı şagirdinin zorladığı deyilən müəllim ölümcül döyülüb və nəticədə o xəstəxanaya yerləşdirilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Rayonu qrupunun baş inspektoru Eşqin Qasımov məsələ ilə bağlı bildirib ki, faktla bağlı Şəmkir rayon polis şöbəsində cinayət işi başlanılıb, faviq ekspertiza təyin olunub. Məmmədova müxtəlif bədən xəsarətləri yetirməkdə şübhəli bilinən 4 nəfər saxlanılaraq istintaqa təhvil verilib. Ekspertizanın və araşdırmanın nəticəsinə asılı olaraq məsələyə hüquqi qiymət veriləcək. Lənkəranda 3 yaşlı uşağı elektrik cəryanı vurub. Sabirabad rayon sakini 2022-ci il təvəllüdlü həmin uşağı elektrik cəryanı vurması nəticəsində ürək dayanması diaqnozu ilə Lənkəran rayon mərkəzi xəstəxanasının təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Uşağa ilkin tibbi xidmətlər göstərilib və ürək fəaliyyəti uğurla bərpa olunub. İlkin məlumata görə uşaq soyuducunun cəryan hissəsinə toxunub. Qeyd edək ki, hazırda müalicəsinin davamı üçün Bakıda yerləşən xəstəxanaların birinə göndərilib. Fakt araşdırılır.